Mərkəzi Seçki Komissiyası azad edilən ərazilərdə daimi seçki məntəqələrinin təşkilinə hazırlaşır. Komissiyanın bugün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirdi ki, keçmiş məcburi köçkünlər azad olunan ərazilərə qayıdır və onların adının seçici kimi iki seçki məntəqəsində olmamasına xüsusi diqqət yetirilməlidir. İzləmək lazımdır ki, məntəqələrin, məsələn, məntəqə səviyyəsində qayıda bilər, məsələn, bir kəndə ki, artıq məntəqənin özünü biz, məsələn, biraz çətin də olsa ki, dairə fərz eləyək ki, Bakıda və Sumqayıtda dairənin binası, amma hesab edirəm ki, biz çalışmalıyıq ki, artıq məntəqələrə bağlı, onlara daimi ünvan kimi, necə ki, bu bizim bölgələrimizdə məntəqələr indi fəaliyyət göstərmir, amma onların daimi ünvanı var da, amma bir ki, bu məntəqələri və qarşısından da asılıbdır, yazılıb. O baxımdan da biz gərək onları da nəzarətdə saxlayın. Qeyd edək ki, Azərbaycanda 398.899 nəfər məcburi köçkün seçici var. Məzahir Pənahov həmçinin seçki məntəqələrinin sədrlərinə xüsusi fikir verilməli olduğunu bildirib. Onun sözlərinə görə kim qanunvericiliyin tələblərinə cavab verəcəksə, o işləyəcək.